Salam. Demək, bizim bugünkü dərsimiz kompüterin proqram təminatıdır. Kompüterin proqram təminatı adından göründüyü kimi kompüterin proqramları haqqında bir elmdir, yəni bir bölmədir. Ümumiyyətlə kompüter üç bölmədən ibarətdir. Bunu biz əvvəlki dərslərimizdə demişdik. Birincisi hardwaredir, yəni aparat təminatı, bunu keçən dərs danışdıq. İkincisi bölmə proqram təminatıdır, software. Üçüncü bölüm isə brainware'dir, hansı ki alqoritm və proqramlaşdırma hissəsindən bəhs olunur. Keçək vaxt itirmədən bu bölməni izah edeyim. Deməli, kompüterin proqram təminatında biz kompüter onun texnik qurğularının işlərini idarə edən, informasiyanın emalını, təşkili və idarə edilməsini təmin edən proqramlar kompleksidir. Proqram təminatına daxil olan proqramlar üç sinfa ayrılır. Sistem proqramları, daha sonra tətbiqi proqramlar və proqramlaşdırma alətləri. Biz indi başlayacağıq birinci sistem proqramları haqqında danışacağıq. Sistem proqramları nədir? Kompüterin bütün qurğularının əlaqəli işləməsini təmin etməklə yanaşı, informasiyanın emalı prosesini təşkilində tətbiqi proqramlar üçün normal informasiya mühitini təmin edir. Sistem proqramları iki yerə bölünür: əməliyyat sistemləri və xidməti proqramlar. Əməliyyat sistemləri nədir? Əməliyyat sistemi kompüterin proqram təminatının əsasını təşkil edir və kompüterinlə istifadəçi arasındakı dialoq yaradır. Yəni, kompüteri və onun işlərini idarə edən proqramlar kompleksindən ibarətdir. Əməliyyat sistemi burada verib tərifini kompüterin bütün elementlərinin iş qabiliyyətini təmin edən proqramlar toplusudur. Göz yaddaşı ilə bunu bu formada yadda saxlasaq, deməli, sistem proqramı iki hissədən ibarət idi: əməliyyat sistemləri və xidməti proqramlar. Əməliyyat sistemi haqqında qısa da olsa danışdıq, hələ ətrafında danışacağıq. Xidməti proqramlar hansılardır? Arxivləşdirmə proqramları, antivirus proqramları, kompüter qurğularının iş qabiliyyətini yoxlayan proqramlar və drayverlər. Bunların hər biri bütövlükdə, yəni buradan gördüyümüz üzü aşağıya qədər hamısı sistem proqramına aiddir. Xidməti proqramlarının başqa bir adı da nədir? Utilitlərdir. İndi baxaq, əməliyyat sistemi hansı, belə deyək, əməliyyat sistemləri var? Windows əməliyyat sistemi var, MacOS var, Linux var, ondan sonra Android var və s. və s. İlk əməliyyat sistemlərinin ən məşhuru MS-DOS olmuşdur. MS-DOS, belə deyək, bir məsələli olub, bir məsələli, eyni zamanda bir istifadəçili və əmrli interfeysli olub. Əmrli interfeys. Deməli, bu nə deməkdir? Bir məsələ o deməkdir ki, kompüter, yəni bu əməliyyat sistemində ancaq eyni vaxtda bir məsələni həll edə bilib. Yəni, bir neçə işi yerinə yetirə bilməyib. Bir istifadəçi olub ki, həmin əməliyyat sistemindən ancaq bir nəfər istifadə edib. Əmrli interfeys o deməkdir ki, biz tutaq ki, Word-ə daxil olmaq istəyiriksə, əmrli interfeysdən hökmən Word-ün ayrıca kodu vardı. O kodu yazmaq lazım idi. Yəni, qısacası kompüterdə işləmək üçün ancaq kodları əzbər bilmək lazım idi ki, həmin o şifrələri yazmaqla, belə deyək, kompüteri istifadə edə bilirdik. Bu, təbii ki, ilk əməl sistemlər olduğu üçün zamanına görə yaxşı, yəni təriflənirdisə, amma günümüzdə artıq bunlardan demək olar ki, istifadə olunmur, çünki bunların daha yaxşısı artıq var. Məsələn, nümunə olaraq Windows-u deyə bilərik. Windows əməliyyat sistemi nədir? Çox məsələlidir, çox istifadəçilidir. Daha sonra bir də qrafik interfeyslidir. Çox məsələli nə deməkdir? Yəni, cari halda bir neçə məsələni yerinə yetirə bilir. Yəni, biz istədiyimiz anda həm Word aça bilərik, həm oyun oynaya bilərik, həm Excel-də yəni nəsə fayl aça bilərik, YouTube-dan musiqi dinləyə bilərik. Bunlar çox məsələlidir. Çox istifadəçi odur ki, bir kompüterdən bir neçə nəfər istifadə edə bilər. Qrafik interfeys o demək ki, hər bir belə deyək, proqramın özünə məxsus simgəsi var və həmin simgəyə qoşu çıxıldatmaqla avtomatik həmin proqram çalışır. Yəni, kod ezbərləməyə gərək
yoxdur. Sonra gəlir xidməti proqramlar. Xidməti proqramlar hansılardır? Kompüterin belə deyək, sistem proqramlarından bir bölməsidir və kompüterin belə deyək, işlərini genişləndirir. Onları nümunə olaraq burada verib ScanDisk, Disk Cleanup, Disk Defragmenter. ScanDisk nə edir? Kompüterdə cari vəziyyəti təhlil eləyir, zədələnmiş sektorları müəyyən eləyir və həmin xətaları aradan qaldırır. Yəni, kompüterin işləmə sürətini bir qədər çoxaldır. Disk cleanup nə eləyir? Diskdəki lazımsız məlumatları müvəqqəti fayllar tapmağa və silməyə imkan verir. Yəni artıq və lazımsız məlumatlardan təmizləyir. Disk defragmenter nədir? Diskdəki faylların səpələnmiş hissələrini müəyyən edir və onları optimal şəkildə diskin yeni yerlərinə yerləşdirir. Yəni diskdə biz nələrsə silirik və yaxud nələrsə yükləyiriksə, onlar ardıcıl şəkildə orada düzülmür. Yəni müəyyən bir pərakəndəlik şəklində düzülür və yaxud ən çox da bu silinmələr zamanı olur. Çünki biz silən zaman müxtəlif yerlərdən, müxtəlif zamanda qeyd olunmuş məlumatları silirik və diskin yaddaşında müəyyən bir e, boşluqlar yaradır. Həmin bu biz defragmenter eləyərək həmin o boşluqları digər məlumatlarla, yəni yaddaşda olan məlumatlarla daha səliqəli şəkildə doldurur. Və bu doldurmaya görə də kompüterin yaddaşı biraz genişlənir. Bu artıq yerə sərf olunan boş yerlər dolur belə deyək. Və eyni zamanda da kompüterin sürəti daha sürətli işləyir. Arxivləşdirmə proqramları da belə deyək, xidməti proqramların bir növüdür. Arxivləşdirmə proqramları nə edir? Hər hansı böyük məlumatları sıxaraq kiçik ölçülü arxiv faylı yaradır. Biz bu arxiv faylı ilə məlumatları harasa göndərə bilərik, kiməsə mail vasitəsilə ötürə bilərik və s. və s. Arxivləşdirmə proqramlarına da nümunə olaraq biz WinZip və WinRAR haqqında deyə bilərik. Antivirus proqramları nədir? Kompüterin viruslardan qorumaq, onlardan zərərsizləşdirmək və proqram təminatı və verilənləri virus hücumundan qorumaq üçün nəzərdə tutulan proqramlar qrupudur. Bu proqramlar kompüter viruslarının yayılmasının qarşısını almaq üçün işlədilir. Antivirusa proqramlarına nümunə olaraq Kaspersky, Doktor Web, McAfee və s. VirusScan və s. Proqramları göstərmək mümkündür. Kompüterin qurğularının iş qabiliyyətini yoxlayan proqramlara nələr deyə bilərik? Biz BIOS-u deyə bilərik. Həmin bu BIOS-un içərisində bir neçə proqramlar var ki, həmin proqramlar kompüterləri, məsələn, postu deyə bilərik. Biz kompüteri qoşarkən, yandırarkən bir ilk olaraq həmin o post aktivləşir və kompüterin daxilində olan şinlər arasında və digər qurğular arasında olan məlumatları yoxlayır ki, onlar arasında bir problem yoxdurmu? Əgər problem varsa, kompüter açılmır. Yəni bir ekrana problem olduğu barədə məlumat göndərir. Yox, əgər heç bir problem yoxdursa, artıq avtomatik əməliyyat sistemi yükləməyə başlayır. Driverlar nədir? Driverlar sistem proqramlarının çox mühüm bir sinifidir. Bu proqramlar əməliyyat sisteminə texniki imkanlarını artırır. Driverlər nə edir? Kompüterə qoşulmuş qurğuları, giriş-çıxış qurğularını, klaviatura, printer, skaner, ən çox da bunları əməliyyat sisteminə tanıdır. Məhz driverlər vasitəsilə əməliyyat sistemi kompüterə qoşulmuş qurğular digər proqramlar tərəfindən istifadə olunmasını həyata keçirir. Yəni, driver kompüter qurğularının işini idarə edən proqramdır. Driver nə üçün istifadə olunur? Nümunə olaraq deyə bilərik ki, məsələn, Windows-un 7-ci nəslinə qədər 7 daxil olmaqla biz printeri kompüterə qoşarkən istifadə edə bilmirdi. Yəni qoşulurdu, amma çap etmə işləri yerinə yetirilmirdi. Çünki kompüter həmin printeri ilk dəfə taxıldığı üçün tanımırdı. Ondan ötürü biz həmin printerin və kompüterdə olan driverini açmalıydıq, yəni yükləməliydik. Endirib çalışdırmalıydıq ki, bizim printerimiz işləsin. Həmin o driver, bax bu driver nə edir? Kompüterə tanış olmayan aparatları, qurğuları kompüterinə tanış edib uyğunlaşdırır. Artıq Windows 10-cu nəsildən, yəni ondan Windows 10-dan sonra artıq həmin bu driverləri yükləməyə gərək yoxdur. Avtomatik tanıma, özünün daxilində olan avtomatik tanıma sistemi ilə
İstənilən printeri, belə deyək də, təbii ki, lap köhnə printerləri yox, printeri kompüterə tanıda bilir. Bir də var proqramın yüklənməsi, endirilməsi və quraşdırılması. Proqramın endirilməsi dedikdə, proqramın endirilməsi. Endirilmə internetdəndir. Yəni internetdən və yaxud hardansa kompüterin yaddaşına internetdən, məsələn, hard diskə, HDD-yə köçməsi. Proqramın yüklənməsi. Proqramın yüklənməsi xarici yaddaşdan RAM-a yüklənir. Biz zaten yüklənmə deyəndə internetdən yüklənmə kimi götürürük. Amma xeyr, yüklənmə RAM-a yüklənmədir. Bir də var quraşdırılma. Quraşdırılma isə bu həmin əslində bu quraşdırma bir də hard diski olan belə deyək də bu prosesdir. Sadəcə endirdikdən sonra həmin biz proqramı ilk dəfə aktivləşdirəndə artıq kompüterin yaddaşına belə deyək quraşdırılır. Yəni internetdən yüklənmə, daha doğrusu internetdən götürmə bu endirməkdir. Amma endirdikdən sonra artıq kompüterin yaddaşında hard diskin və yaxud sərt diskdə özünü yer eləyirsə, bu artıq olur quraşdırılma. Ha, proqramın yüklənməsi nə deməkdir? Artıq quraşdırmadan sonra gələn addım. Xarici yaddaşdan RAM-a. Yəni biz hər hansı bir proqramı, məsələn, ilk dəfə Word-ü kompüterimizə yükləyiriksə, bu yükleme prosesi endirmədir. Yükləyib bitir, kompüterin yaddaşına oturursa, bu adlanır quraşdırılma. Biz artıq quraşdırılmış proqramı iki dəfə açırıqsa və yaxud bir neçə dəfə açırıqsa, artıq həmin o proqramı açma prosesi adlanır proqramın yüklənməsi. 6.1-in qiymətləndirməsinə baxaq. Proqramın ilə burada sual verib yüklənməsi nə deməkdir? Proqramın yüklənməsi xarici yaddaşdan operativ yaddaşa köçürülməsi deməkdir. RAM elə operativ yaddaş deməkdir. Bu ikisini də danışdıq. Linux proqram təminata hansı sinfa aiddir? Təbii ki, sistem proqramına aid olacaq, öz əməliyyatçılar sisteminə. Sistem proqramının əsasını nə təşkil edir? Sistem proqramının əsasını əməliyyat sistemi təşkil edir. Digərləri isə, yəni antiviruslar isə onlar utilitlərdir. Kompüterin işini idarə edən proqramla təminatı necə adlanır? Bunun bayaqlarım dedi, əməliyyat sistemi. Arxivlator proqramlarının məqsədi nədir? Deməli, nə edir? İnformasiyanı sıxaraq ölçülərini kiçildir. Uyğunluğu müəyyən eləyək. Əməliyyat sistemləri və xidməti proqramlar. Əməliyyat sistemlərini biz deyə bilərik Android MS-DOS, Y variantı, Windows Linux B variantı. Sonra xidməti proqramları deyə bilərik. WinRAR, WinZip arxivatorları da ola bilər. MacOS Kaspersky antivirus, bu da D variantı. Uyğun gəlir antivirusdur. Burada C variantı uyğun deyil, çünki MS-DOS və BIOS. MS-DOS əməliyyat sistemidir, BIOS isə xidməti proqramıdır. Tətbiqi proqramlar bölməsindən keçək. Tətbiqi proqramlar nədir? Belə deyək, sistem proqramları kompüterin əsasını təşkil edən proqramlardır. Yəni kompüteri işlətmək üçün, çalışdırmaq üçün, texniki cəhətdən yüksək səviyyədə saxlamaq üçün proqramlardır. Tətbiqi proqramlar isə istifadəçiyə kömək edən proqramlardır. Yəni istifadəçinin işini asanlaşdıran proqramlar tətbiqi proqramlardır. Adı üzərində tətbiq olunan proqramlar. Tətbiqi proqramların da bir neçə növü var. Mətn redaktorları var. Elektron cədvəllər var, təqdimat proqramları var, qrafik redaktorlar var, nəşriyyat sistemləri var, verilənlərin bazasının idarə olunma sistemi var, kompüter rayonları və öyrədici proqramlar var. Mətn redaktorları haqqında danışaq. Mətn redaktorları bizim yazdığımız hər hansısa bir mətnin, belə deyək də, mətnini üzərində işlərin aparılması üçün olan proqramlardır. Həmin proqramlara nümunələr göstərə bilərik. Məsələn, burada əsas öyrənəcəyimiz hissə Microsoft Word, OpenOffice Write, WordPad, Microsoft Word proqramlardır. Deməli, adında Word, Write sözü varsa, deməli bu, belə deyək, yazı üçün, yəni mətn üçün istifadə olunan redaktorlardır.
Elektron cədvəllər isə belə deyək, cədvəllərlə işləməyə imkan verən tətbiq proqramlardır. Burada cədvəlləri hazırlamaq, cədvəlləri yaratmaq, cədvəllər arasında hesablamalar aparmaq üçün istifadə olunur. Ən çox da riyazi, maliyyə və statik hesablamaların aparılmasına yönəlmişdir. Nümunə olaraq, proqram olaraq biz deyə bilərik Microsoft Excel-i və yaxud OpenOffice Calculate proqramlarının nümunə göstərmək olar. Hətta buna bir dənə də nümunə yazaq. Məsələn, Lotus 1, 2, 3 proqramı da buna aiddir. Daha sonra keçək tətbiqi təqdimat proqramlarına. Təqdimat proqramları adı üzərində hər hansı məlumatların belə deyək bir sənəti birləşdirməyə imkan verir. Elektron təqdimatların hazırlanması üçün də burada biz qrafiklər, diaqramlar, səslər, videolar, şəkillər yerləşdirə bilərik. Nümunə olaraq buna deyə bilərik ki, Microsoft PowerPoint, OpenOffice Impress proqramlarını göstərmək olar. Burada hər bir səhifə adı slide adlanır. Yəni bunu da qeyd edilir. Qrafik redaktorlar. Qrafik redaktorlar nədir? Bu şəkillərin çəkilməsi və onlar üzərində aparılan dəyişikliklər haqqında belə deyək bir redaktorlardır. Nümunə olaraq bu arada bu redaktorlar üç yerə bölünür. Raster redaktorlar, vektor redaktorlar və üç ölçülü redaktorlar. Raster redaktorlara biz deyə bilərik Paint. Ümumiyyətlə foto və adında Photo Paint sözləri olan belə deyək proqramlar adətən raster proqramlarına aiddir. Məsələn, nümunə olaraq Corel, Photo Paint-də demək olar. Vektor redaktorlar isə Corel Draw, Adobe Illustrator, Macromedia Freehand və sair proqramları bunlara aiddir. Üç ölçülər isə Google SketchUp, OpenOffice Org Draw, ondan sonra Maya, ZBrush kimi proqramlar, ZBrush, Bruce yazılır. Kimi proqramlar isə 3D ölçülü qrafiklərə aid. Hətta buna MatCat də demək olar. MatCat proqramı. Nəşriyyat sistemlərinə nədir? Nəşriyyat sistemləri adətən belə deyək, kitab və yaxud jurnalların yazılması üçün olan proqramlardır. Nümunə olaraq bunu Quarks Express, Scribus, Adobe InDesign proqramları nümunə göstərmək olar. Bu sistemlərdə sənədlər nəşrlə hazırlanan zaman belə deyək də hazır formalardan istifadə olunaraq həmin bu kitabların və jurnalların yazılması asanlaşır. Və biz nədir? Verilənlər bazasını idarə olma sistemidir. Burada verilənlər bazasının yaradılması və onunla işləmək üçün nəzərdə tutulmuş xüsusi proqramlar paketidir. Nümunə olaraq biz buna MS Access, MySQL, Oracle proqramlarını nümunə kimi göstərə bilərik. Burada olan indi tapşırıqlara baxaq. Görə burada nə var? Macromedia Freehand hansı proqramlar qrupuna aiddir? Təbii ki, tətbiqi proqram olacaq. Statistik hesablamalar üçün bizə Excel lazımdır. Elektron cədvəl proqramlarına aiddir. Deyir, elektron cədvələ biz OpenOffice Calculator sözün proqram götürə bilərik. Şəkil redaksiyası üçün istifadə olunan proqramlara Tux Paint göstərə bilərik. Elektron təqdimatın əsasını nəşr təşkil edir. Təqdimatın əsasını slide təşkil edir. Uyğunluğu müəyyən edin. Qrafik redaktorları biz göstərə bilərik. Adobe InDesign, Adobe Illustrator, OpenOffice Org Draw bunu göstərmək olar. Corel Draw uyğun da MySQL uyğun deyil. MS Access, Oracle bu verilənlər bazasıdır. C-yə gedəcək. OpenOffice Calculator, OpenOffice Writer bu heç birinə aid deyil. Çünki yarısı mətinli, yarısı cədvəldir. Microsoft Excel və OpenOffice Calculator isə bu bəli, elektron cədvələ aiddir. Sadəcə proqramlaşdırma alətləri. Proqramlaşdırma alətlərinə üçüncü bölməsidir bu. Burada deməli nə üçündür? Burada belə deyək də kompüterlərin əsasını təşkil edən proqramların, hətta tətbiqi proqramların özlərinin belə deyək də yazıldığı proqramlar. Yəni bunlar vasitəsilə hər hansı bir proqramlar yazılır, hər hansı bir
sistemlər qurulur. Proqramlaşma alətləri də özləri də iki hissəyə bölünür. Birinci ümumiyyətlə formal dillər haqqında danışaq. Maşın dili və formal dillər. Maşın dili nədir? Kompüterin belə deyə başa düşdüyü dil maşın dili adlanır. Yəni kompüterin özünün içərisində apardığı hesablamalar. E, Maşın dilində yazılmış proqram maşına belə deyək də özü heç bir aralıq mərhələni keçmədən özü birbaşa interpretator vasitəsilə tərcümə olunur və kompüter onu başa düşür. Formal dillər nədir? Özünün öz sintaksisi olan, özünün öz belə deyək, quruluş forması olan dillər formal dillərdir. Sonra gəlir translyator, interpretator və kompilyator. Translyator nədir? Kompüterində hər hansı bir proqramda formal dildə yazılmış, formal dildə olan proqramda yazılmış kodu maşın dilinə translyatorla vasitəsilə tərcümə olunur. Translyator çeviricidir, yəni tərcümə eləyər. Bir də proqramlar iki cür olur. İnterpretator və kompilyator. İnterpretator nə edir? Belə deyək də, hər bir bu tipdə olan proqramlar hər bir proqramı sətr tərcümə edir. Amma kompilyator sözü isə kompile sözünəndir. Proqram yazılır, bitilir və proqram bitəndən sonra kompilyator bütövlükdə həmin proqramı çalışdırır. Fərqi nədir? İnterpretatorun üstünlüyü odur ki, hər hansı sətr işlədiyi üçün bir sətri bitirib o biri sətrə keçəndə, əgər sətirdə səhv varsa, avtomatik olaraq biz o səhvi göstərir və biz o səhvi düzəldə bilirik. Amma kompilyatorla işləyəndə isə biz etdiyimiz səhvləri görmürük. Yalnız proqram yazıb bitdikdən sonra biz səhvlərimizi görə bilirik və həmin səhvləri də sonradan aradan qaldıra bilirik. Proqramlaşma dillərinin nümunə olaraq bəzi proqramlar var burada. Adları Basic'dir, Pascal'dır, Python'dır, Logo'dur və sair dilləri var. Python, Basic və Logo bunlar interpretatordur. C++'dır, Pascal isə kompilyatordur. Yəni Pascal'la C++ proqram bitdikdən sonra səhvləri göstərir. Python Basic Logo isə nə edir? Əgər səhv varsa sətir həmin səhvləri bizə bildirir. Proqramlaşma alətləri nə üçündür? Proqram alətləri, yəni vasitələri yaratmaq üçündür. Proqram mətnini maşın dilinə çevirən proqram hansıdır? Bu kompilyatordur, yoxsa bir dəqiqə baxaq. Proqram mətnini maşın koduna çevirən proqram hansıdır? Bəli, kompilyator onda olacaq. Çünki mətn redaktoru, VBS driver, əməliyyat sistemi ödəməz. Proqramlaşdırma dili hansıdır? Logo proqramlaşdırma dilidir. Formal dillərə uyğun olanı göstərin. Formal dillərə uyğun olanlara biz Basic-i göstərə bilərik burada. Çünki digərləri heç bir proqram deyil. Yəni proqramlaşdırmaya aid. Proqram mətnindəki hər bir sətri yararlılıqda tərcümə edən, ayrı-ayrılıqda tərcümə edirsə, bu interpretatordur. Və 6-cı sual, kompilyator və interpretatorlar. Biz dedik ki, Python logo nədir? Interpretatordur. C++ Python yox, Pascal C++ kompilyatordur. O zaman aşağıya D gedəcək. Daha sonra logonun basic nədir? İnterpretatordur. Y variantı getdi, D variantı getdi, C-də Python yox idi, səhv idi, ikisi bir yerdə ola bilməz. B variantında da basic-dən Pascal ikisi bir yerdən olmaz. Yəni kitabda nəzəri olaraq o formata verilməmişdir. Bu da bizim bu bölməmizin izahı. Növbəti dərslərdə görüşənədək.